qədər yaxşı oynamaq üçün gərək bizim heç yanımızda nə yırtıq olmasın, nə bilim problem olmasın, əl, qol hərəkətində ki, rahat süzə bilək də. Bunun üçün neynirik? Toy öncəsi fizioterapevt yanına gedirik ki, harada problemimiz var, çözsün. Siz xoş gəldiniz. Mirelvin Əliyev bizim Bulvar Medical Center'ın fizioterapevtidir. Biz Sumqayıtda Bulvar Medical Center'da tez-tez qarşılaşırıq onunla. Amma bugün burada mütləq dedik olsun. Niyə olsun? Çünki Sumqayıtda bizim şimal bölgəsində ola bilər ki, yaxşı fizioterapevtdə, amma bir də yaxşı fizioterapeftlə yanaşı Mirelvin bəy, bir yaxşı avadanlıq cihaz olmalıdır ki, bu fizioterapevt əlini bir atanda görsün ki, hansı cihazla işləyir, deyil mi? Hansı ki, Bulvar Medical Center'da ən müasir cihazlar var. Sizin bugün istifadə edə biləcəyiniz bütün A nöqtəli cihazlar oradadır. Gəlin biz oradakı fizioterapiya otağından, fizioterapevtlərdən, skalyozdan, kifozdan, disk yırtığından danışa. Kimlər müraciət edə bilər, nə formada aparırsınız müalicələri? Əvvəla hər kəs salamlayıram. Əleykümə salam. İlk öncə də sizi, bütün izləyicilərimizi. Deməli, bizim mərkəzimizdə bütün fizioterapevtik cihazlar, zaten siz özünüz dəfələrlə gəlib görmüşsünüz, ən son model cihazlarımız mövcuddur. Disk yırtığı olsun, skalyoz, kifoz xəstəlikləri olsun, artıq aktual mövzular bunlardır. Onurğa problemi dediyimiz zaman ən çox bunlarla rastlaşırıq biz.